Salam. Bugünkü müayinəmiz mədaltı vəzin baş hissəsində, gövdə hissəsində törəməsi olmasıdır. MRT-də təsbit olunmuş bu törəmə EUS-la müdaxilə olunub və ondan biopsiya götürmək üçün biz müayinəmizi aparacağıq. Skopik ultrasəs müayinəsi bu içərdən, yəni mədənin içindən aparılan ultrasəs müayinəsidir və bunun köməkliyi ilə mədənin ətrafında yerləşən bütün törəmələr, dəyişikliklər öyrənilir, baxılır və onlardan lazım olarsa biopsiya götürülməsi üçündür. Törəmənin Dopplerlə baxdığımız zaman qanlamasına baxırıq və qan damarların yanından keçməsi qeyd olunur. 12 barmaq bağırsaqdan törəməmiz görsəndi. Gördüyünüz bu sahə törəmədir. Bu müayinədə törəmənin hansı sahədə yerləşməsi, ölçüsü və digər orqanlara münasibətini öyrənə bilərik. Törəmə budur. İndi xüsusi iynə vasitəsilə həmin törəmədən biopsiyalarımızı götürürük. İynə, nazik iynə törəmənin içində gördüyünüz kimi xüsusi bir hərəkətlə oradan tikələr iynənin içinə alınır. İynənin içindən çıxan material formalinə boşaldıraraq patoloji analiz üçün göndərilir.